Salamünaleyküm bir daha əziz dinləyicilərim. Bu günləri biz Sədaqət ananı şəkər xəstəliyindən dolayı neçə ildir Sədaqət ananın şəkər xəstəsi? 20 ildir Sədaqət ananın şəkər xəstəsidir. Ondan dolayı əziyyətlər çox çəkir. Gündəlik 3 dəfə insulin vurur, deyilmi? 3 dəfə. 3 dəfə vursana. 2-2-3 dəfə. Biz müalicə olaraq hicama və zəli müalicəsinə götürülük anamıza inşallah. Və ayaqlarında ən əsas problemi ağrılarındaydı anamın. Bax, ayaqlarını göstərək, bir yaxından göstərək, barmaqların kəsillər, yəni qanqren olub, ayaqlarında barmaqlar kəsilib alınıb, amputasiya olunub. Sonra bu ayağını göstərək qardaş. Burada bax, bu ayağın, bu da təzə kəsilib, buradan. Yəni qanqren olur, çürümə gedir. Şəkər xəstəliyindən dolayı damarlar tıxanır və hərəkət olmur, ona görə də çürümə gedir. Çürümə getdiyi üçün kəsib həkimlər də, yəni Allah razı olsun həkimlərimizdən, kəsib alırlar onları ki, yəni mümkündür. Kəsməsə, barmaq kəsilməsə, ayaq kəsiləcək, çürümə gedir. O üçün də biz başqa bir metod üstünlə yolla müalicəmizə çıxdıq. Yəni görünür ki, bunlardan biz bankalarımıza bu hissədən, ayağın iç damarlı hissəsindən, dizdən tutmuş və yan tərəfindən bax, açdıq sinirlərinə, damarlarına, ayağa qanışı. Bunlar buz kimi olurdu ayaqları alanın. Ana necə olurdu ayaqların? Buz kimi olurdu. İndi necə oldu? Allah razı olsun həkimdən istəşir. İstəşirmi? İstilikləri var. Ağrı var, ağrı getdi ayağından. Mən gələndə buraya hemen ağrıydı. Prosedurdan sonra ağrı da getdi. Allah razı olsun. Əvvəl ağrıydı, çox. Buraya gələndə hemen ağrıydı. Bu prosedurdan sonra ağrım da keçir. Maşallah. Allah razı olsun. İnanırdın ki, sana ağrın keçəcək deyə? Yox. İnanırdın ki? Bax, gözəl. Allah razı olsun. Baxın, səndən də, sizdən də. İnanırsan ki, sən inşallah bu ayaqların sağalacaqsan, deyilmi? Maşallah. Sonra bu hissəmizdən qalıb, buradan da bankalarımıza qoymuş, bunları çıxaracaq. Bu bankaları saxladım ki, çəkiliş üçün. Bax, bankalardan çıxacaq zəhərdir bunlar, görəsizmi? Yəni, insan bədənində bu zəhərlər var ki, sidik, nəcis tərli insan bədəni tərk edə bilməyən bu zəhərlərdir. Bunları tərk etmək üçün ancaq bu yolla çıxartmaq lazımdır. Başqa cür üsulla bunları zəhərlər insan bədənini tərk eləmir. Bunlar elə bir zəhərlərdir ki, heyvana atsa, ən zəhərli heyvan yesə belə, heyvan ölər bu zəhərləri yesə. Onun üçün də bunları çıxarmaq lazım bu üsulla. İnşallah bunları çıxarımdan sonra zəli müalicəsinə müalicəmizi davam etdirəcək. Zəldə də indi olanı çəkəcəyik. İnşallah ki, gələcək gördüyümüz bu ayaqlar, bax bu formada da görürük. Damar partlamalar var, morluqlar var, damarlar partlayıb. Bunların vəziyyəti qapqara ayaqlar. Bunların vəziyyəti birə-bir dəyişəcək. Əvvəlki inşallah vəziyyətini qaytaracaq. Biz buna ümid edirik ki, belediyə. Çünki yüzlərlə belə müalicələr eləmişik. İnşallah Allah bizim etdiyimiz müalicələrə beləcək şifalar verir. Ancaq bu işi bildirək ki, hər kəsin eləyə biləcəyi bir şey deyil. Şükürlər olsun Allaha ki, Allahın verdiyi ilimlə, Allahın verdiyi iradənlə, güclə, qüvvətlə, şifa ilə bu işləri görürük. Nədir? Bilmək lazımdır. Yəni, bilən eləsin. Bilməyən bu işlərə girib eləyib qarışdırmasın işləri. Bilən insanlar olsa biz də fəxr edərik ki, bilsinlər, eləsinlər. Bilənlərin sayını Allah çoxaltsın. Çünki çox ehtiyacı var. İnsanların həddən ziyadə ehtiyacı var belə müalicələrimizə. Yəni, ayaqlar, barmaqlar kəsilir, ayaqlar kəsilir, əllər ki, qanqrenlər falan. Yəni, hicamanı bilmək lazımdır, elminə. Bu dövrdə hicamanı elminə bilmək çox böyük bir insanlığa yardımdır. Onun üçün də bilib eləmək lazımdır. Həkim olaraq insanın biolojisini bilmək lazımdır, hicamanın elmini bilmək lazımdır, zəli elmini bilmək lazımdır, bitki elmini bilmək lazımdır. Yəni, bunları biləndən sonra daha çox insan müvafiq olur. Oldu, inşallah biz bir daha çəkilişimizi devam etdirəcəyik. Oldu.